Son uşaqlar. Son uşaqlar bugün sizlərlə birlikdə tarix 5-ci sinif 15-ci dərs Şərqi Son Fatih dərsini oxuyacağam. Sadət kənd ailəsində dünyaya göz açmışdı. O hökmdar nəslindən deyildi. Uşaqlıq illəri çətinliklər içərisində keçmişdi. Lakin bu onu qorxutmamış, əksinə xarakterini daha gücləndirmişdi. Ay bala, 2x-ə qoşulmamışsan, əməlli oxu. Avropa tarixçilərindən biri onu çobanlıqdan şahlara ucalan qəhrəman kimi təsvir edir. Onun adı sonralar dünya hər tarixlərində qızıl hərflərlə yazılacaqdır. Nadir Şah. Doğrudan da taleyi Nadirə çətin və şərəfli bir yol nəsib edəcəkdir. Ölkənin işğalçılardan təmizləmək, yeni bir dövlət qurmaq. Oğuzların həmşər boyundan Nadir həmişə türk olması ilə fərq etmiş. Əfşarlar Səfəvi dövlətinin qurulmasında yaxından iştirak etmək qızılbaş tayfalarından idi. Nadir Şah vaxtlarında hərb işinə böyük maraq göstərmişdi. O, türk hərb sənətinin incəliklərini sürətlə mənimsəmiş, artıq 15 yaşında döyüşçü kimi formalaşmışdı. Sürətli oxu deyil bu, yavaş-yavaş oxu. Səfirlər dövləti 18-ci yüzillikdə çətin vaxtlarını yaşayırdı. Ölkənin böyük bir hissəsi Əfqanlar Rusiya və Osmanlı dövlətinin tərəfindən işğal edilmişdi. Belə çətin vaxtlarda Nadir başına dəstə toplayıb Əfqanlara qarşı uğurla mübarizə aparırdı. Onun Əfqanlar üzərində qazandığı qələbələr Səfəvi şahı 2-ci Təhmasibin diqqətindən yayılmamış, onu saraya çağırıb Səfəvi qoşunlarının komandasını təyin etmişdi. Nadir tezliklə ordusunun nizam-intizam yaratdı. Əsgərlərin döyüş ruhunu yüksəltdi. Bəzən özü də əldə qılınc əsgərləri ilə çiyin-çiyinə döyüşürdü. Başçı ilə bərabər döyüşmək döyüşçülərə qəlbə böyük inam yaradırdı. Nəticədə ölkə işğalçılardan təmizləndi. Qələbələr Nadirə böyük şöhrət qazandırdı. Qızılbaşlılar ona böyük ehtiramla yanaşırdı. Nadir isə bundan istifadə etmək qərarına gəldi. Qurultay muğam. Qədim türk ənənəsinə görə ölkənin taleyi üçün mühüm qərarlar qurultaylarda verilirdi. 1736-cı ilin Novruz bayramı günləridir. Muğam düzü bahar fəslinin isti nəfəsi ilə yaxınlaşaraq idi. Kür və Araz çaylarının qovuşduğu yerdə çəmənli ərazidə çox sayıda çadırlar qurulmuşdu. Ölkənin hər yerində elçilər, fərmanlar göndərilmişdi. Tanınmış əmirləri, əyalət və şəhərlərin hakimiyyətləri vergül din xadimləri. Yəni hakimiyyətləri, sonra din xadimləri. Hakimiyyətləri, din xadimələri qurultaya çağırdı. Xadimə yox, xadimlər. Ay bala, xadimə o yeri silib süpürən adama deyirlər. Din xadimləri. Din xadimləri qurultaya çağırılmışdı. Göndərilən fərmanlarda qurultayın əsas məqsədi də göstərilmişdi. Tacını onu daşımağa daha layiqli adama vermək. Şah Nadir Əfşar. İşğalçılar ölkədən qovulsa da, hələ görüləsi çox işlər vardı. Zəiflənmiş dövlətin gücləndirilməsi, mərkəzi hakimiyyət möhkəmləndirilməli idi. Məmur özbaşınalıqlarının qarşısını almaq, əhaliyyətinin vəziyyətinə yaxınlaşdırmaq lazım idi. Yaxınlaşdırmaq nədir? Nadir Şah islahatlara başladı. İslahatlara başladı. Bəzi vəzifələri ləğv etdi. Nə? Dedim ki, yavaş oxu. Bəzi vəzifələri ləğv etdi. Nə ləğv etdi? Vəzifələri. Bəzi vəzifələri ləğv etdi. Vergi işini qaydaya saldı. Ölkəni vilayətə böldü. Hər vilayəti özünün sədaqətli hesab edir. Adamlar təyin etdi. Yavaş-yavaş oxu. Yoxsa yenə başdan oxuyasın. Onun gələcək niyyətindən xəbər verdi. İndi yenə başdan oxuyasın. Gönül Nadir Şahın
Şimal qonşusu Rusiya ilə bağlı planları var idi. O, Osmanlı dövləti ilə də münasibətləri qaydaya salmaq istərdi. Sultana yazdığı məktubda dini çəkişmələrə son qoymağı təklif etmişdi. Daimi siyasətdə atılan addımlar istiqaidiyatı, iqtisadiyyatı dirçəltmək üçün yetərlidir deyildi. Nadir Şah uğurlu hərbi səfərlər etməklə dövləti xəzinəsini zənginləşdirməyə çalışmış, qonşu ərazilərə hücumlar etmiş. Hə. Qonşu ərazilərə hücumlar belə başlandı. Ötən Allah haqqında bir dəqiqə bu kitab başqa çırpılacaq. Mərkəzi hərbi yürüşlər edən Nadir Şah səfərində qələbə və böyük qənimətlərə girdi. Elə dedin, elə desən Qalimbager. Qənimətlər. Qənimətlər o qədər böyük idi ki, Nadir Şah əhalini iç vericilərdən azad etdi. O döyüşçülərinə və əmirlərinə mükafata təyin etmişdi. Sabah gəlib sən tarix dərsini oturacam. Sən darıxma. Dövlətə əfşarlar. Müəllimə deyəcəm öz canı çağır dərsə. Sən darıxma. Sən bunu qəşəng oxuyub ya danışırsan burada. Sabah mən gəlib oturmuram. Yoxsa gəlib dərsində oturacam. Məndən incimə. Hə. Nadir Şah hökmdarlığı dövründə dövlətinin ərazisi xeyli genişləndirdi. Hər tarixində verdiyi tövhələr, döyüş taktikaları nadirən müxtəlif adlar qazandırmışdı. Ondan sonra şərqdə də bu böyük uğurları heç kim təşkil edə bilmədi. Buna görə Nadir Şahı şərqin son fatihi adlandırdılar. Ölümündən sonra daxili çəkişmələr yenidən başladı. Ölkə ərazisi müxtəlif xırda dövlətləri parçaladı. Azərbaycan ərazisində xırda dövlətlər, xanlıqlar yarandı. 16-cı dərs birlik Görsən necə asandır, həm də azdır. İndi hazırlaş, sonra mənə cavab verəsən, indi öyrənəsən. Ya öyrənib o mən qəşəng danışsan, ya sabah mən gəlib məktəbdə oturam dərsdə.